Mövzumuz olacaq ədat. Ədat. Deməli, biz uşaqlar əvvəlki mövzularda da dedik ki, hər köməkçi nitq hissəsinin öz funksiyası var. Qoşmalar yaradırdı mənaçaları, müxtəlif mənaçaları formalaşdırırdı. Bağlayıcılar cümlələri, sözləri bir-birinə bağlamağa xidmət edirdi. Ədatları isə məna gücünü artıracaq. Sözlərin məna gücünü artırmağa xidmət eləyəcək ədatlar. Ola bilər ki, qüvvətləndirsin hər hansı bir mənanı. Ola bilər ki, sual mənasını qüvvətləndirilsin, əmr mənasını qüvvətləndirsin. Yəni, ümumiyyətlə, ədatın funksiyası qüvvətləndirmədir. Deməli, ədatlar qoşulduğu sözü qüvvətləndirməyə xidmət eləyəcək. Belə yadınızda saxlayın. Və ədatlar da quruluşca olacaq sadə və mürəkkəb. Sadə ədatlar, məsəl üçün, deyək ki, axı, nə bilim, deyək ki, cacə, en qədər yaza bilərik, haf və s. və axır mürəkkəblərdən deyək, mürəkkəb, bir-iki dənə, məsəl üçün, gəlsənə, məsəl üçün, baxsana. Belə, deməli, danışırıq indi uşaqlar, ədat mövzusunda ədatın mənaca növlərindən, bizim üçün çox vacibdir bu. Birincisi, ədatın mənaca növlərindən qüvvətləndirici ədatlar, qüvvətləndirici ədatlar hansılardır? Ən, lap, çox, olduqca, axı, daha, da, də, necə, lapı yazdıq, dahanı yazdıq, aha. Daha sonra ki, ha, belə, bir, bircə və s. və axır. İkinci, dəqiqləşdirici ədatlar. Dəqiqləşdirici ədatlar hansılardır? Elə, əsl və məhz. Üçüncü gəlir. Məhdudlaşdırıcı ədatlar. Məhdudlaşdırıcı ədatlar hansılardır? Yalnız, ancaq, tək, təkcə, bir, bircə. Sonra dördüncü, arzu ədatları. Kaş, kaş ki, gərək, bir, bircə, təki. Sonra gəlir 5-ci, sual ədatları. Sual ədatları hansılardır? Yəni, məgər, bəyəm, bəs, mü, üstü 4 formasında. Aha. Sonra 6. Əmr ədatları. Əmr ədatları. Di, ha, baxsana, gör, görsənə. Sual ədatlarında bir də ki də var. Ki haqqında da danışacağım. Görsənə və sana, sənə ədatı. Və nəhayət 7-ci təsdiq və inkar ədatları. Mümkün olan ədatlarımız bunlardır. Hansılardır? Hə, yox, bəli, xeyr, heç, heç də
və əsla. Bunlar oldu uşaqlar bizim ümumi ədatlarımız. Bəs biz nə etməliyik? Bu ədatlarda amonimlər var. Bu ədatlarda eyni ədat tərkibində müxtəlif cür işlənən ədatlar var. Həm qüvvətləndirici kimi işlənən, məsəl üçün deyirəm, həm deyək ki, sual ədatı kimi işlənən yazmışam bura. Bunları necə fərqləndirəcəyik? İlk öncə gəlin başlayaq da-dədən ki, biz bunu artıq bilirik. Deməli uşaqlar, da və də. Bunlar işlənir həm bağlayıcı kimi, həm ədat kimi. Bunları artıq bilirik. Sözə ayrı yazılırsa, ya bağlayıcıdır, ya ədatdır. Və əgər həmin sözə cümlədə həmçinin artıra bilirəmsə, bunu götürəcəm bağlayıcı. Əgər danı, dəni, dana ilə və dənə ilə əvəz eləyə bilirəmsə, burada olacaq ədat. Məsəl üçün deyirəm, gəl də, gəl dənə formasında. Burada da deyirəm ki, kitab da al. Nə et? Al. Kitabı da formasında. Da burada olacaq. Həmçinin kitab da al. İştirak bağlayıcısı. Dadəni belə fərqləndirəcəyik. Necə də amonimliyi olan bir sözdür. Necə sual ədatı olur, sual əvəzliyi olur. Məsəl üçün, necə yazım? Yazım. Burada nə olacaq? Sual əvəzliyi. Amma mənanı qüvvətləndirməyə xidmət eləsə, necə gözəl yerdir? Necə gözəldir? Məsəl üçün, nöqtə. Artıq burada sual falan yoxdur. Bu, qüvvətləndirməyə xidmət eləyir. Sifətin əvvəlində, zərfin əvvəlində gəlir, qüvvətləndirməyə xidmət eləyəcək. Sonra gəlir ki. Ki-dən biz nəyi bilməliyik? Ki-ni biz leksik şəkilçi kimi də tanıyırıq. Əgər ki sözdən ayrı yazılacaqsa, ya bağlayıcı kimi işlənəcək, ya da ədat kimi işlənəcək. Necə fərqləndirək? Çox sadə. Sözün sonunda gəlirsə, bir mənalı ki-dir bu. Sözün sonunda gəlirsə. Və şəxs əvəzliklərindən sonra gəlirsə, bir mənalı ədatdır bu. Məsəl üçün, mən ki bilmirdim. Burada nə olacaq ki, bir mənalı şəkildə ədat olacaq. Təkrar edirəm, şəxs əvəzliklərindən sonra gələn ki, ədatdır. Bəs bağlayıcı kimi necə götürəcəyik? Mütləq şəkildə özündən sonra cümlə tələb eləyir ki, nəyisə bağlamağa xidmət eləməlidir. Və sual da çıxır ortalığa. Məsəl üçün, yazır ki, nəyə görə, hansı səbəbə yazır, onu anlasınlar. Yazır ki, görürsünüz, burada bir səbəb məzmunu var, nəyəsə görə yazır, sual çıxır özündən sonra, bu artıq bağlayıcı olacaq. Sonra biz ki ədatını ədat daxilində də bir-birindən fərqləndirməliyik. Həm qüvvətləndirici ədat kimi, həm də sual ədatı kimi. Necə fərqləndirəcəyik? Olduqca sadə, özündən sonra sual varsa sual ədatıdır. Məsəl üçün, baxır ki, bu oldu sual. Qüvvətləndirici, o ki bilmir, yaxud da ki, o ki bilir. Burada ki nə olacaq? Qüvvətləndirici ədat şəxs əvəzliklərindən sonra gəlib. Çox sadə şəkildə fərqləndiririk. Sonra ha ədatı haqqında danışmalıyıq biz. Bunu artıq mükəmməl səviyyədə bilməliyik. Yazıram bura ha. Ha necə işlənəcək? Ha birinci formada qüvvətləndirici ədat, ikinci formada ha əmr ədatı kimi işlənəcək. Fərqləndirmək olduqca sadədir. Sözdən ayrı yazılan ha-nı görürsünüzsə, onun qoşulduğu sözə baxacaqsınız. Feilin əmr şəklində olan sözə qoşulubsa, ha əmr ədatıdır. Gəl ha. Yazsın ha. Baxım ha. Mütləq şəkildə burada ha əmr ədatıdır. Başqa variant yoxdur. Əmr şəklindədir, əmr şəklindədir, əmr şəklindədir. Bəs qüvvətləndirici ədat kimi necə olacaq? Gələn müəllimdir. Ha. İsimdən sonra gəlib 100% qüvvətləndirici ədatdır. Baxmalısan ha. Mütləq qüvvətləndirici ədatdır. Niyə? Çünki vacib şəklində olan feildən sonra gəlib. Bu qədər sadədir ha-nı fərqləndirmək. Belənin amonimliyi nədir? Belə həm bağlayıcı kimi işlənir, olmadı. Belə həm ədat kimi işlənir, həm əvəzlik kimi işlənir. Bunu artıq mən sizə
əvəzlik mövzusunda demişəm, ona görə üzdən burada da deyəcəm. Belə ədatı intonasiya ilə veriləcəksə, pauza ilə veriləcəksə qüvvətlendirici ədatdır. Və hədd ilə əvəz olmalıdır ki, qüvvətlendirici ədat kimi biz həddadan da istifadə eləyə bilərik ki, bu da qüvvətlendirici ədatlara aiddir. Məsəl üçün deyirəm ki, o belə sənə inanmadı. Burada necə olacaq? Hətta o sənə inanmadı. Deməli, belə burada artıq qüvvətlendirici ədatdır. Əvəzlik kimi işlənəndə isə belə suala cavab verməlidir. Məsəl üçün, belə danışma. Nə etmə, danışma, necə, nəcür, hansı tərzdə belə. Burada artıq əvəzli mövqeyində çıxış etmiş olacaq. Bir-bircə haqqında burada da var, burada da var, bir-bircə burada da var. Bunları sonlarda danışarıq, hamısından danışdıqdan sonra inşallah. Deməli, elə, əsil, məhz. Burada problemli bir şey yoxdur. Elə həm ədat kimi işlənir, həm də əvəzlik kimi işlənir. Elə, deməli, başlanğıc formadan danışıram, ədat kimi işlənir, həm də əvəzlik kimi işlənə bilir. Elə, ədat kimi işlənəndə çox sadə olur. Məsəl üçün, elə sən bunu etmişsən. Elə sən bunu etmişsən deyəndə burada bir deyək ki, suala cavab vermir və bir pauza ilə deyilir. Elə sən bunu eləmisən. Elə sən bunu belə eləmisən. Bizi elə sən bu günə salmısan. Elə burada qüvvətləndirmə funksiyası daşıyır. Çox sadə. Əvəzlik kimi isə suala cavab verəcək. Elə uşaq hamıya lazımdır. Hamıya lazımdır. Lazımdır. Sual verə bilirəmsə, kim uşaq, necə uşaq, elə uşaq. Daha bunu elə uşaq hamıya lazımdır desəm, bu ədat kimi düşünülə bilər. Amma mən sual vermə formasında yazmışam bunu, deməli burada artıq əvəzli olacaq. Qısa konkretdir, rahatdır. Əsl sözü. Əsl həm sifət kimi işlənə bilir, həm ədat kimi işlənə bilir. Baxın, suala cavab verəndə sifətdir. Əsl dost, deyək ki, itirməz. İtirməz. İndi mən demək istəyərdim ki, burada əsl dost insanı yarıda qoymaz. İtirməz. Kim itirməz? Dost. Hansı dost? Əsl dost. Suala cavab verir. Bir də deyirəm ki, əsl istədiyimdir. Və yaxud da ki, deyə bilərik ki, əsl mən deyəndir. Burada əsillər artıq ədat vəzifəsində çıxış eləmiş olacaq. Məhzdə istənilən halda məhzi gördünüz, ədat kimi götürəcəksiniz. Məhdudlaşdırıcı ədat da olduqca sadədir. Bax, bir-bircəni bu birisi bir-bircidən necə fərqləndirəcəksiniz. Məhdudlaşdırıcı ədatın birini görürsünüzsə, digər yerdə qalanlarında hamısı onun yerində işlənə bilər. Bura 2, 4, 6 dənə məhdudlaşdırıcı ədat yazmışıq. Bütün məhdudlaşdırıcı ədatlar bir-birini əvəz edə bilir. Məsəl üçün, deyirəm ki, ancaq o bacarar. Cümlə belə başlayır. İndi baxın, ancaq burada nə kimi götürürlər? Yalnız o bacarar, tək o bacarar, təkcə o bacarar, bir o bacarar, bircə o bacarar. Və yaxud da ki, onu bir sən anlayarsan. Nə edərsən anlayarsan? Kimi, onu, kimsən? Tək sən anlayarsan. Bir sən anlayarsan, bircə sən anlayarsan, təkcə sən anlayarsan, ancaq sən anlayarsan, yalnız sən anlayarsan. Burada götürəcəyik bunu məhdudlaşdırıcı ədat kimi. Təkrar edirəm, cümlədə əgər bir dənə sözü məhdudlaşdırıcı ədat kimi şübhələnirsə, digər məhdudlaşdırıcı ədatlarla əvəzləyin. Onda artıq bir-bircəni qüvvətləndirici olan bir-bircədən fərqləndirməyə bacaracaqsınız. Kaşdır, kaşkidir, gərəkdir, təkidir. Bunlar ancaq arzu ədatlar kimi işlənir. Bir-bircə arzu ədatı kimi işlənəndə, baxın, bircə gəlsəydi deyiləm, arzu şəklində olan feillə işlənir. Bir gələydi. Bu formada. Amma ola bilər ki, başqa feillərlə də işlənsin, burada problem yoxdur. Amma burada bir arzu forması olacaq. Məsəl üçün, deyirəm ki, bircə gəlsəydi, hər şey düzələrdi. Burada da olacaq nə? Arzu ədatı. Bəs qüvvətləndirici ədat kimi necə işlənir? Çox sadə. Məsəl üçün,
Deyirsiniz ki, bir sus, mən danışıram. Burada bir nə olacaq? Qüvvətlendirici ədat. Çünki heç birinə uyğun gəlmir. Tək söz, təkcə söz da deyə bilmərəm, arzu ədatı kimi də işlənmir. Və yaxud da ki, sifətlə ismin arasında işlənən böyük bir arzu, böyük bir arzu, böyük iki arzu deyə bilmərəm ki. Bir burada nə olacaq? Bunu öyrətmişdim sizə. Sifətlə ismin arasında işlənən bir qüvvətləndirici ədat olacaq. Deməli, biz artıq demək olar bunlardan danışdıq. İndi müəyyən hissəni siləcəm ki, biz davam edə bilək. Məncə kifayət eləyər. Deməli, bura kimi gəldi. Yəni biz necə tanıyırıq? Yəni biz həm bağlayıcı kimi tanıyırıq, həm də ədat kimi tanıyırıq. Necə fərqləndirəcəyik? Bunu da izah eləmişdim. Əgər aydınlaşdırma məzmunu varsa, bağlayıcıdır. Məsəl üçün, bu doğrudur. Bu doğrudur. Yəni, deyək ki, bu doğrudur. Yəni, ona inanıram. Burada yəni nə olacaq? Olacaq bağlayıcı. Amma sual formasını formalaşdırsa, siz, yəni, deyək ki, bizə güvənmədiniz, güvənmirsiniz, sual nə olacaq? Yəni, sual ədatı olacaq. Ola bilər ki, bax görürsünüz, vergüldən sonra gəlir. Ola bilər ki, yadınızda qalsın ki, bağlayıcı yənidən əvvəl vergül qoyulmalıdır. Amma ehtiyatlı olun. Mən ondan soruşdum ki, yəni, gəlmirsən? Burada da sual var. Amma yənidən də əvvəl vergül var. Amma yəni burada artıq yadınızda saxlayın. Deməli, sual ədatıdır. Çünki burada bir sual məzmunu formalaşdırıb bu. Ona görə belə nəzərdə saxlayın. Yəni, sual forması formalaşdırırsa, sual məzmunu formalaşdırırsa, sual ədat olacaq. Məgərdir, bəyəmdə elə ədat kimi işlənir. Mümumi haqqında indi danışacağım. Bəs yadınızda saxlayırsınız bəsi. Bəs əgər kifayət mənasındadırsa ism olacaq. Bu qədər bəsdir. Belə. Bu oldu artıq ədat olmayan. Nəzərdə saxlayın. Ədat kimi isə sual formalaşdıracaq. Bəs gələcəksən. Burada isə sual ədatı olacaq. Mümumi. Nəzərdə saxlayın ki, mümumi ədatı eyni ilə cacə ədatı kimi və sana sənə ədatı kimi sözə bitişik yazılır və sual məzmunu yaradır. Bunu bilirmi? Bilirmi? Bəs həmişə-mi sözə bitişik yazılır? Xeyr. Yadda saxlayın ki, dadə bağlayıcı formasında olan dadə. Üstə gəlinsin mümumi, dadə ayrı yazılacaq. Diqqətli olun. Səndə mi? Bu formada. O da mı? Bu formada. Yəqin ki, bunu nəzərdə alarsınız. Səndə mi gəlirsən? Sual. O da mı gəlir? Sual. Mütləq təkrar edirəm. Mümumi dadə bağlayıcısına, ədatına yox, bağlayıcısına qoşulanda ayrı yazılacaq. Kini də bildik ki, haqqında danışdım. Didi, hadı danışdım bu haqqda. Didi əmr ədatıdır. Baxsana, gör, görsənə, sana sənə istənilən halda sözə bitişik yazılır. Ehtiyatlı olacaqsınız nədən? Baxın, belə bir şey düşərsə, baxsana, bu necə danışır? Nöqtə. Burada baxsana, bütünlükdə olacaq ədat.
Niyə? Çünki özündən sonra vergül qoymayıb ki, bunu ayrıca feil kimi götürüm. Burada onsuz da bir dənə feil var. Deməli, bu əmr ədatıdır. Və yaxud da ki, gəl oyun oynayaq. Əgər bu cümlədə vergül yoxdursa, oynayaq artıq var da. Nə edək oynayaq? Nə oynayaq? Oyun. Gələ nə sual verəcəm? Heç bir sual. Burada gəl olacaq ədat. Amma mən burada bir vergül qoysam, gəl, deməli oyun oynayaq. Vergül qoysam bu cümlə artıq mürəkkəb cümlə olacaq. Nə edək? Oynayaq, nəyi? Oyunu, nəyi? Gəl. Sən gəl, biz oynayaq. Bu mürəkkəb cümlə olacaq artıq. Nəzərdə saxlayın. Vergül yoxdursa, artıq burada bir feil varsa, siz bunu artıq əmr ədatı kimi götürəcəksiniz. Mütləq yadınızda saxlayın. Eyni ilə görsənə, gəlsənə tipli sözlərdə. Və sizə bəzən belə bir sual düşəcək. Bunu da göstərim sizə qoyun. Hansı cümlədə deyəcək ki, məsəl üçün, ədat feili artırılıb. 2 dənə cümlə yazıram. Görsənə mənimlə necə davranır? Nöqtə. Bir də deyirəm ki, gör yazıram bura. Bu işləri yazsana. Diqqətli olun burada. Burada görsənə bütünlükdə bir dənə ədatdır. Bir dənə ədat. Burada isə yaz feildir. Nə et yazsana. Nəyi, işləri, hansı işləri, bu işləri. Sana, sənə isə burada ədatdır. Ona görə burada ədat feilə qoşulub. Burada isə ədat müstəqil şəkildədir. Yəni bütövdür burada. Heç bir şeyə qoşulmadan ədat olur. Nəzərdə qalsın. Sonra gəlir, ədatlar yadda saxlayın. Vergül istəmirlər. Lakin, deməli, hə, yox, bəli, xeyr. Bu 4 dənə təsdiq inkar ədatları vergüllə işlənir. İstənilən yerdə, məsəl üçün, hə, gələcəm. Cümlənin ortasında o, bəli, danışıb. Hər yerdə vergüldən istifadə olunacaq. Siz sadəcə olaraq yadınızda saxlayın bu xeyr sözün. Dilimizdə xeyir sözü də var. Dilimizdə xeyir sözü də var. Paronimdir bu. Xeyr ədatdır. Ədat. Xeyri isə isimdir. İsim. Xeyr yaxşı mənasındadır. Nəzərdə qalsın. Bu belə heç də onlar da artıq deməli olacaq inkar ədatları. Burada deyiləsi bir şey yoxdur. Bu da oldu bizim ədat mövzusunda bilməli olduğumuz dərs. Bir də yadda saxlayın ki, gərək bunu deyəm. Buradakı gərək olacaq ədat. Ədat. Amma 2 artırsan buna, eləsən bunu gərək ki bunu deyəm. Burada gərək ki isə artıq modal söz olacaq. Nəzərdə saxlayın. 2 artırılanda modal söz kimi işlənəcək.